oynama, oyun, açıq havada gəzinti, tədris məşğələləri. Yuxu, açıq havada gəzinti, tədris, oyun və qida. Bəli. Yuxu uşaqlar üçün nəyə görə vacibdir? Müəllimə, yuxu uşaqların baş beyin hüceyrələrinin yaxşı formalaşmasına kömək eləyir. Yəni yuxu zamanı uşaqda itirilmiş enerji bərpa olunur. Yəni uşağın inkişafı üçün, orqanizmi üçün yuxu da lazımdır, yəni uşaq inkişafına görə. Uşaqlar minimum nə qədər yatmalıdırlar gün ərzində? O hər uşaq üçün, yaş qrupları üçün dəyişir. Yəni uşaqların yaşı artdıqca yuxuya olan tələbatı azalır. Yəni uşaqlar gün ərzində 8-7 saat, tam dəqiq bilmirəm. 12 saat. 12 saat, oldu mənim. Bunun da hardasa 3 saatı gündüz yuxusuna düşür. Bəs gəzinti nəyə görə vacibdir uşaqlar üçün? Müəllimə, gəzinti zamanı uşaq bədənini, orqanizmi möhkəmləndirir. Sonra gəzinti zamanı uşaqlar ətraf aləmlə tanış olur, ətraf aləmdəki müəyyən dəyişiklikləri dərk edirlər. Bəs gəzinti gündə neçə dəfə təşkil olunmalıdır? Müəllimə, gəzinti də 2 dəfə olur. Biri səhər gəzintisi olur, bir də axşam gəzintisi olur. Yəni günün birinci yarısı gəzintisi olur, günün ikinci yarısı gəzintisi olur. Bəs tədris məşğələləri necə təşkil olunur? Məşğələlər necə keçirilir daha çox uşaqlar üçün? Müəllimə, məşğələlər günün birinci yarısında keçirilir uşaqlar üçün. Yəni günün ikinci yarısında isə ancaq oyunlara üstünlük verilir. Şənbə günündə... Bəli. Ümumiyyətlə, məktəbə qədər qruplarda daha çox tədris məşğələləri dedik ki, oyun səciyyəsi daşıyır. Yəni oyunlar formasında keçirilir daha çox. Bəs oyunlar uşaq üçün nəyə görə vacibdir? Müəllim, oyunlar da uşağın həyatında uşaqlarda emosional müsbətlik formalaşdırır. Uşaqlar oyun vasitəsilə bir-biri ilə başa düşə bilirlər. Sonra əməkdaşlıq yaranır, uşaqlarda empatiya hissi yaranır, dostluq yaranır. Bu kimi, yəni ki, müəllim, uşaqlar sosiallaşa bilirlər də. Ən çox şeyləri uşaqlar oyun vasitəsilə qavrayırlar, yaradırlar oyunlar oynayaraq. Müəllim, uşaqların həyatında aparıcı fəaliyyət növüdür oyunlar. Bəli, oyunlar haqqında ümumiyyətlə geniş danışmaq olar. Bəs qida qəbulu necə olmalıdır? Bəli. Yəni uşaqların təfəkkürləri formalaşır, hafizələri, sonra sürətlə inkişaf edir uşaqlarda. Sonra əqli tərbiyə inkişaf edir, uşaqlarda dostluq münasibətləri qururlar. Sonra uşaqlar əməkdaşlıq edirlər, bir-birini başa düşürlər, sosiallaşırlar. Kollektivdə də yəni oyunlar vasitəsilə oynayırlar. Yəni oyun uşağın əsas inkişafına təmin edir də. Bəli. Gün rejimində günün birinci yarısına hansı prosedurlar daxildir? Müəllim, günün birinci yarısında birinci uşaqların qəbulu, sonra səhər gimnastikası, səhər yeməyi, tədris fəaliyyətləri, səhər gəzintisi. Gündüz gəzintisi, sonra gündüz yuxusu. Bəli, gündüz yuxusu. Birinci uşaqlar qəbul olunur bağçaya. Sonra onlara gimnastika keçirilir. Daha sonra uşaqları yemək yeyirlər. Sonra onlar məşğələ keçirilir. Daha sonra isə uşaqlar gündüz yuxusu yatırlar. Bəs günün ikinci yarısı? Günün ikinci yarısında müəllim uşaqların yuxudan durması, duş qəbulu, nahar yeməyi, sonra oyunlar, daha sonra axşam gəzintisi və uşaqların evə yola salınması. Bəli. Məktəbə qədər təhsilin hansı vəzifələri var? Məktəbədə təhsilin vəzifəsi odur ki, 5 yaşlı uşaqları məktəbə adaptasiya etmək, məktəbdə sosiallaşmağını formalaşdırmaq, uşaqları hər tərəfli inkişaf etdirməkdir. Müəllimə, bu 4 vəzifəsi var. Fiziki hazırlıq, sosial hazırlıq, şəxsiyyət yönümlü hazırlıq, bir də idraki hazırlıq. Ümumiyyətlə məktəbə qədər təhsilin uşaqlar üçün yəni əsas məqsədi nədir? Bağçanın deyil, yəni bağçanın uşaqlar üçün əsas belə deyim faydası, əsas vəzifəsi. Uşaqları təlim-tərbiyə etmək. Bəli, uşaq şəxsiyyətinin formalaşdırılmasıdır. Uşaqların təlim-tərbiyə cəlb olunmasıdır. Sonra uşaqlarda yəni sosial bacarıqları inkişaf etdirmək, sosiallaşmağını təmin etmək. Əsas insani keyfiyyətlərdir. Necə müəllimə? Əsas insani keyfiyyətlərdir, özgüvənlilikdir, məsuliyyətlilik, cavabdehlik.
Dediyiniz kimi sosiallıq, bu tip vərdişləri uşaqlarda formalaşdırmaq məktəbə qədər təhsilin əsas vəzifəsidir. Amma ən birinci vəzifəsi dediyim kimi uşaq şəxsiyyətini formalaşdırmasıdır. Uşaqların şəxsiyyət kimi yetişdirilməsidir yəni. Bildim müəllimə. Tərbiyəçi kimi sizin hansı hüquqlarınız var? Müəllimə, tərbiyəçi kimi mənim təhlükəsiz şəraitdə işlə təmin olmaq hüququm var. Metod və resursları sərbəst seçmək hüququm var. Tərtib olunmaq, mükafatlandırmaq hüququm var. Sonra şərəf və ləyaqətimə hörmətlə yanaşılmağımı tələb etmək hüququm var. Bəs uşaqların hansı hüquqları var? Müəllim, uşaqlar da təhlükəsiz şəraitdə təhsil almaq hüququ var. Sonra uşaqların da həmçinin şərəf və ləyaqətinə hörmətlə yanaşılmağı hüququ var. Uşaqların sonra qida ilə təmin olunmaq hüququ var. Sonra tibbi müayinələrdən keçmək hüquqları var. Uşaqların Təhlükəsiz mühitdə təhsil almaqdır həmçinin. təhlükəsiz Asudə vaxtının düzgün təşkil olunmasıdır, səmərəli təşkil olunması. Bəli. Bəs valideynlərin hansı vəzifələri var? Yəni, valideynlərin vəzifələri bağçada daxili nizam-intizam qaydalarına əməl etmək vəzifələri var. Uşaqlarını düzgün tərbiyə etmək vəzifəsi var. Sonra uşaqlar üçün düzgün təhsil müəssisəsi seçmək vəzifəsi var. Bəs hüquqları? Valideynin hüququ tərbiyəçi müəllimlə əməkdaşlıq qurmaq hüququ var. Bağça daxili tədbirlərdə iştirak etmək hüququ var. Sonra uşaqlar haqqında məlumat almaq hüququ var. Bəli. Yadımdan çıxıb benim. Bəs təhsil verənlərin vəzifələri hansılar idi? Təhsil verənlərin vəzifəsi, onlar da bağça daxili nizam-intizam qaydalarına əməl etmək hüququ var. Sertifikasiyadan keçmək, hüququ yox, vəzifəsi var. Sonra sertifikasiyadan keçmək vəzifəsidir. Təhsil verənlərin tibbi müayinədən keçməsi vəzifəsidir. Sonra uşaqları düzgün tərbiyə etmək, Azərbaycancılıq ruhunda düzgün şəxsiyyət kimi formalaşdırmaq vəzifəsidir. Uşaqların təhlükəsizliyini təmin etmək təhsil verənin vəzifəsidir. Bəs didaktik prinsiplərimiz hansılar idi? Müəllimə, 9 dənə didaktik prinsipimiz var. Şəxsiyyət yönümlülük, uşaq yönümlülük, inkişaf yönümlülük, nəticə yönümlülük, tələb yönümlülük, sonra varislik, inteqrativlik, Azərbaycançılıq və də dünyəvilik. İnkişaf yönümlülük nə deməkdir? İnkişaf yönümlülük müəllim uşağın inkişafını dəstəkləyir. Bu zaman uşaqda formativ və summativ qiymətləndirmə inkişaf yönümlülüyə aiddir. Sonra müəllimə inkişaf yönümlülük prinsipində uşağın hər tərəfli inkişafını təmin edir. Bəli. Bəs inteqrativlik nə deməkdir? İnteqrativlik mənası əlaqələndirməklədir. Yəni tərbiyəçi müəllimin mövzular arasında əlaqə qurmasıdır məşğələ keçən zaman. İnteqrasiyanın hansı növləri var idi? İnteqrasiya, şaquli inteqrasiya daxilidir, bir də üfüqi inteqrasiya. Nə deməkdir onlar? Müəllimə, şaquli inteqrasiya odur ki, burada yaş qrupları müxtəlif olur, amma eyni inkişaf sahələri arasındakı inteqrasiyadır. Üfüqi inteqrasiyada isə yaş qrupları eyni olur, amma inkişaf sahələri fərqli olur. Bəli, oldu müəllimə, çox sağ olun. Müəllimə, siz sağ olun.